Bura Yusif Küseyroğlu, Yusif İbn Küseyr də deyirlər. Türbəsidir. 12-ci əsr Naxçıvan memarlıq abidəsinin bir nümunəsi. Məşhur memar Əcəmi tərəfindən inşa edilib. Onu da qeyd edim ki, Naxçıvanda hal-hazırda Möminə Xatun türbəsi təmirdədir. Ora getdim, ora təmirə bağlanmışdı. Bu türbənin iç hissəsidir. Belə bir görüntüsü var. Əlizi vurmuyor, sökəmiyor şurada.